Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Parka yaxın bir ərazidə belə bir 5 mərtəbəli daş binanın birinci mərtəbəsində mənzilimiz çıxıb satışa və mənzilimizin yerini də göstərirəm. Blokda görürsünüz, blokun girişi kodlandır. Daş binada yerləşir bu mənzilimiz, kubçalıdır. Padval da qurudur, axırda padvalını da göstərəcəm. Qonaq otağını görürsünüz, yəni orta təmirlidir. Divarları emulsiyadır deyək. Arxada belə bir bağı da var. Bağda da görürsünüz, badımcan, biber qəşəng əkiblər. İndi siz də nə istəsəz oranı istirahət zonası da eləyə bilərsiniz, ya da gələcəkdə artıra da bilərsiniz. Qonaq otağını gördünüz, keçək bir mənzilimizi təqdim eləyə. Bura giriş hissəsidir, girən kimi üzbəüz görürsünüz, belə bir şkaf yığılıbdır. Sağda bizdə yerləşir mətbəx, mətbəxini də göstərək. Qiymət 85.000 manatdır, yəni sizə son qiymətini deyirəm, hörmətli izləyicilər. Gəlin baxın, yəni ki, əla bir yerdə də yerləşir. Bax, hissəsini buradan da göstərdik. Belə alıb kirayə də verə bilərsiniz. Yaşayış üçün də yaxşıdır, əladır. Qiyməti də bugünkü bazar qiymətinə uyğun qoyulubdur. Sanitar qovşaqları, yəni hamamdan ayaq yolusu ayrı-ayrılıqdadır. Göstərdim. Təmiri də gördüyünüz kimi orta təmirdir. Axırda padvalını da göstərəcəm. Qiymət də əla qoyulub. Yəni 85.000 manat bugünkü gün üçün yaxşıdır. Burada yataq otağıdır. İndi gördüyünüz əşyalardan da istəsəz saxlatdıra bilərsiniz. İndi danışıldı nasıldır. Rişotkalısı da var. Bax, görürsünüz pəncərəsində rişotka da vurulubdur. Gördüyünüz kimi var. Küçəsini də, məhləni də göstərdi. Ya ilk baxışdan çəkilişin əvvəlində də görmüşdünüz. Keçək bir dənə padval da göstərim. Hörmətli izləyicilər, bax, padval da gördüyünüz kimi qurudur. Kladov eləyiblər buranı. Banka balon yığmaq üçün də yaxşıdır, beləncə deyək də. Əlaqə nömrəsi profildədir. Zəng eləyirsiniz, gəlirsiniz, baxırsınız, kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun.